İnsanlar moda nümayişinə necə düşürlər? Moda nümayişlərində teatrda olduğu kimi adi biletlər satılmır. Qonaqların çoxu brendlərin göndərdiyi dəvətlər vasitəsilə iştirak edir. İlk növbədə bunlar bayerlər, yəni mağazalar üçün kolleksiyaları seçib alanlar, stilistlər, jurnal redaktorları, jurnalistlər, influencerlər, məşhurlar və brendin vacib müştəriləridir. Qonaq siyahılarını PR şöbələr və agentliklər hazırlayır. Bunlar brend üçün imij, satış və media baxımından kimin faydalı ola biləcəyinə baxır və dəvətnamələr göndərirlər. Bəzən media nümayəndələri və stilistlər akreditasiya üçün müraciət edirlər. Əgər onların formatı brendə uyğun gəlirsə, onları siyahıya əlavə edirlər. Başqa bir yol isə iş vasitəsilə ora düşməkdir. Bir çox insan moda həftəsinə təcrübəçi və ya assistent kimi gedir. Kulisdə kömək edir, qonaqlarla, modellərlə və mətbuatla işləyir. Bəziləri isə moda həftəsinin keçirildiyi şəhərdə yaşayır və zamanla əlaqələr qurur, çəkilişlər edir, mətinlər yazır, bloq aparır, yerli brendlərlə işləyir və bir müddət sonra ilk dəvətini alır. Ümumiyyətlə, moda həftəsi təsadüfi düşülən bir yer deyil. Bu, artıq moda sənayesinə müəyyən şəkildə daxil olduğunuz və ona dəyər qatdığınız zaman mümkün olan peşəkar bir tədbirdir.